Gəlin belə bir misala baxaq. İfadəni həll edin deyir. İfadəni həll etmək üçün mən bu ifadəni həll etmək üçün əvəz etmə üsulundan istifadə edəcəm. Bizə verilmiş ifadədə bütün ədədlərə, buradakı ədədlərə diqqət etsək, bu ədədlərin ədəd ortası, yəni mərkəzi. Bu ədədlərin, məsələn, 22 ilə 24-ün mərkəzi, 20 ilə 26-nın, yəni ortasında duran ədəd 23-dür. Yəni bunların hər birinin 22 ilə 24-ün və 23 ilə də 20 ilə də 26-nın hər ikisinin ortasında duran ədəd 23-dür. Biz belə bir əvəzləmə eləyək. 23-ə bir x deyək və buradan yola çıxaq. 20-ni onda biz yaza bilərik. 20-nin yerinə x çıx 3. Çünki 23 çıx 3'dür. 23'ə də biz x dediyimizə görə x çıx 3. Sonra 22'yə yazacağıq x çıxılsan 1. Çünki 23 çıxılsan 1 olacaq. 24 olacaq x plus 1. Yəni 23 üstə gəl 1. 26 olacaq x üstə gəl 3. Yəni 23 üstə gəl 3. Bu da belə. Və sonda üstə gəl 16 çıx 500. Buradan diqqət eləsək, x çıx 3, x plus 3 bizdə kvadratlar fərqi düsturunu verir. Olacaq x kvadratı çıx 9. Vurulsun, x çıx 1, x plus 1 isə bizdə olacaq yenə kvadratlar fərqi düsturu x kvadratı çıx 1. Üstə gəl 16 və çıx 500. Buradan davam eləsək, x kvadrat çıx 9, x kvadrat çıx 1'e vurub atsaq, x üstü 4, çıx x kvadratı, çıx 9x kvadratı, çıx 10x kvadratı, üstə gəl 9, üstə gəl 16, çıx 500. Əlbəttə ki, burada 25 alacağıq və biz diqqətlə baxsaq, kökün altında x üstü 4, çıx 10x kvadratı, üstə gəl 25, çıx 500 bizdə bir ifadə olacaq. Baxın, bu kök altı kvadratdır, iki ədlinin kvadratıdır. Nəyin kvadratıdır? X kvadratı çıx 5'in kvadratıdır. Kvadratla kök ixtisar getsə, x kvadratı çıx 5 alınacaq və x kvadratı çıx 5, çıx nə verəcək bizə? 500. Biz nəyə əvəzləmə eləmişdik? Əlbəttə ki, x kvadratını əvəzləmişdik. X əvəzləmişdik. X-i 23 ilə əvəzləmişdik. Gətirib x-in yerinə 23 yazsaq, 23'ün kvadratı çıx 5, çıx 500. 23'ün kvadratı 529, 529'dan 5 çıxıb, ondan da 500 çıxsaq, alacağıq 24. İfadəmizin bizdən şərtdə istədiyi ifadənin cavabı oldu 24.